Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi Rusiyanın Milli Aviasiya Xidməti şirkəti ilə satın alma müqaviləsi imzalayıb. Yenavaz.com xəbər verir ki, müqavilənin şərtlərinə görə Rusiya şirkəti Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinə məxsus Mi-17 1V tipli helikopterdə 2 ədəd sükan vintinin, 2 dəst aparıcı vint pərlərinin, 1 ədəd baş reduktorun və 1 ədəd aparıcı vint kolonkasının istismar müddətlərinin artırılması xidmətini göstərəcək. Məlumata görə bu xidmətin qarşılığında Fövqəladə Hallar Nazirliyi Rusiya şirkətinə 659.368 manat ödəyəcək. İşlərin bu ilin sonunda başa çatacağı bildirilir. Məlumat üçün bildirək ki, 1977-ci ildən istehsal olunan hərbi təyinatlı Mi-17 helikopterlərindən dünyanın onlarla ölkəsində istifadə edilir. Onu da qeyd edək ki, Mi-17 helikopterləri ən çox qəzaya uğrayan hava nəqliyyat vasitələrindən biri hesab olunur. Bu helikopterlər Azərbaycanda da 2 dəfə qəzaya uğrayıb. 11 fevral 2013-cü ildə Azərbaycan hərbi qüvvələrinin Mi-17-si Xəzər dənizinə düşüb, 3 nəfər həlak olub. 30 noyabr 2021-ci ildə isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mi-17 helikopteri Xızda qəzaya uğrayıb və 14 nəfər yüksək rütbəli hərbiçi ölüb, 2 nəfər isə yaralanıb. Son 25 ildə Mi-17 helikopteri ilə bağlı qeydə alınan qəzalar və digər insidentlər bu şəkildə olub.